Allah Ustad Hacı Ələmdar Mahirə rəhmət eləsin, ruhunu şad eləsin. Əsrimizin, zamanımızın çox gözəl şairlərindən, füzulişünaslarından olub. Onun bir şeiri var. Yazır, mən Əliyəm yer üzündə elə bir şaham mən. Xilqətin sirrinə vaqif olan agaham mən. Sahilə, yoxsula, məzluma ümidgaham mən. Saxla yadda adımı bil ki, yadullaham mən. Xaçpərəstdən əl atıb izn ola zünnar açaram. Çoxu məzluma verib qanı olan ağza mənəm. Nəfəsimlə çevirən qış gecəsini yaza mənəm. Həm şəriyyət, həm ədalətdəki əndazə mənəm. Şəhri elmə bu həqiqətdir ki, dərvazə mənəm. Açmağa həm də bu dərvazəni həm var, açaram. Nə qədər elmi var aləmdə sərasər bilirəm. İmam Əleyhisselam buyurdu ki, mən nə qədər sağam məndən sual edin, mən göyün yolların, yerin yollarından yaxşı tanıyıram. Nə qədər elmi var aləmdə sərasər bilirəm. Tövratı Həzrəti Musaya bərabər bilirəm. İncili körpəliyimdən belə yeksər bilirəm. O kitablar ki, səmadan enib əzbər bilirəm. Lövh-i məhvuzidə bir-bir nə xəbər var, açaram. Hardan bilirsən ya Əli? Elə yüksəkdə durur mövqeyimiz aləmdən, yetə bilməz ora bir kəs xələfi Adəmdən. Mən Məsihadan, anamsa ucadır Məryəmdən. Məni dünyaya gətirsin deyə naməhrəmdən, onu gizlətmək üçün Kəbəyə divar açaram. Əleyhissalam yeganə şəxsiyyətdir ki, Kəbənin içində dünyaya gəlir. Mən səxavət sözünü eyləmişəm dildə şuvar, Hatəmi tayı mənə qibtə edər leyl-i nəhar. Göstərən dəmdə səxa, bilmərəm əsla miqdar, Həq yolunda verərəm sailə, süfrəmdə nə var, Doğruyub nəfsimi imanıma iftar açar. Yəni Həzrət Əleyhisselamın bir şeir yazmaq, bir ilahı oxumaq şərəfdir. İmam Əleyhisselam bir ətir şüşəsinə bənzədirlər ki, bir ətir şüşəsi sınıb yerə düşsə, sınsa, onun ətri ki, necə aləmləri bürüyər. İmam Əleyhisselam həmin ətirə bənzəyər ki, onun iyisi, onun dadı, onun ləzzəti, bütün aləmləri, bütün əhl-i sevərləri, əli sevərlərin ruhun, qəlbin öz ətri ilə ətirləndirib ki, bizə də şərəfdir ki, inşallah Həzrət Əleyhisselamı yad elədik. Allah sizdən razı olsun.